120 manat idi. Mən sadəcə 50 manat almışam. Bugün Trendyol kargolarım gəlib və birlikdə açırıq. Sonunda gözlədiyim çanta gəldi. Bu da namlıq materiallı. İçərisində bir də kəməri var. Kəmər burada çox qəşəng yumuşaqdır. Və belə zamoklu hissəsi də var. Bir də belə bir hissəsi də var. Bayağı da genişdir yəni. Tam olaraq görüntü budur. Amma yəni belə də streçli falan yoxdur deyə cibimə rahat əlimi sala bilmirəm. Çox sərt bir forması var, amma rəng olaraq falan qəşəngdir. Renklər fərqli olsa da keyfiyyət eynidir. Fərqli rəng, fərqli keyfiyyət, digərlərinə fərqləndirən isə burma olmasıydı və barmağa keçən deyil. Biz buna dədə pəncəyi deyirik. Və sizə necə deyilir? Əgər xatırlayırsınızsa, bu aradakı həmin o pəncəkdə 120 manat idi. Mən sadəcə 50 manat almışam. Belə baxın, çox qəşəngdir. Yəni təbii ki də içərisinə daha gözəl kombinlər etmək olar. Sadəcə mən sizə göstərmək istəyirəm. Baxın, yəni çox uzundur tam. Bir də belə bir kəsməli hissəsi var. Onu istəsəz özünüz tikdirə bilərsiniz. Çox qəşəngdir, yəni mən çox bəyəndim. Belə oversize olan pəncəklər çox qəşəngdir və qalındır bu arada. Rahatlıqla paltolarınızın altından geyinə bilərsiniz.